Salam, hörmətli kanal izləyicilərimiz. Bu gün Əsmə Masadır qəsəbəsində. Masadır qəsəbəsində, Masadır qəsəbəsinin mərkəzində, girişində belə bir gözəl bir evimizlə mən tanış edirəm. Evimiz yaşayışlı evdir, evimiz qismən əşyasadır, tam paket qubçadır, evin otorpanı tam mülkiyyət sənədləri var. Xatırlayın ki, evimizin sağ tərəfi də yoldur, sol tərəfi də yoldur, qarşı tərəfi də yoldur. Yolu çox hissəsi asfaltdır, onu da xatırladım. Artıq 7 daş kürsüdədir. Sol tərəfdə evimizin görsədim sizə, kombo otağıdır. Əsas o sanitar qoşular yarada bilərsiniz. Burada bütün sistem var burada. Həyətin açığında 2-dən 3 dənə maşın daxil olur. Həyətin ətrafında kim var. İndi isə mən sizə evimizin içində tanış edəcəm. Və burada padvanla girişdir. Onu da göstərdim sizə. Bax, padvanla girişdir. Bax, bu formada da həyətin əsası var. Kanal izləyəcəyimiz. Yuxarısında əlavə süsəmimiz də burada var. 24 saatdır. Evimizin geniş koridor sistemidir. Sol tərəfdə mətbəx, sağ tərəfdə isə evimizin qonaq otağıdır. İkinci mərtəbədə qalxsan pilləkəndir və sol tərəfində gəldi əlavə olaraq burada birinci mərtəbəyə aid olan sanitar qoşulardır. Birinci növbədə mən sizə evimizin qonaq otağını tanış edim. Sol tərəf yola baxan pəncərəsi, qarşı tərəfdə 2 dənə pəncərədə birbaşa öz həyətinə baxır. Bax, belə bir geniş bir evimizin qonaq otağı var. Genişliyində söz yox, çox qəşəng evdir. Evimiz səliqəli saxlanılıb, hətta artıq kombi sistemi, qaz, su, işıq mərkəzi konseptlərimiz tam qaydasında. İndi mətbəxi ilə mən tanış edim. Qapılarında kimi görə bilərsiniz, şanslı maşın klassikasının tərtib olunmuş qapılardır. Mətbəx yetərincə genişdir. Gördüyünüz kimi mətbəx orada demək olar ki 6 metr uzunluğunda, 4 metr enində hörmətli kanal izləyicilərimiz. Mən təxmin etdim, bəlkə də çoxdur. Yəni burada mətbəx mebelası var, yəni stol su qoyub, burada kreslo divan da qoyub rahatsızla nahar edə bilərsiniz. Bir daha xatırladım, evimiz mərtəbə arası manat betondur. İndi mən sizə birinci mərtəbədə olan sanitar qoşularla tanış edim. Yeni stüp olan təsis olunub, onu xanım 4 dövrəmin qoşa daşlı inşa olunub, hörmətli kanal izləyicilərimiz. Burada xanımlara lazım olan pilləkən altı kladovkasıdır. Kombi sistemi koridorda da var. İndi isə ikinci mərtəbəyə tanış edim sizə. Pilləkən enliyini görürsünüz, demək ki 1 metr 50 sm yaxın uzunluğunda pilləkəndir. Çox rahat pilləkəndir. İkinci mərtəbəmizdə 1, 2, 3, 4 dənə yataq otağı, solda sanitar qoşağı, hörmətli kanal izləyicilərimiz. Bax, belə bir geniş bir yataq otağımız buradadır. Görə bilərsiniz, balkondan birbaşa buradan çıxışı da var. Pəncərənin sözcülərindən təsis olunub. Evimiz tam mülkiyyət, ipoteka yer alırdı. Qiyməti çox sərfəli bir qiymətdir. Çünki bu belə bir gözəl bir evimiz yola yaxın, mərkəz yola yaxın, qoşadaşla inşa olmuş, mərtəbə arası manat betonla inşa olmuş evimiz 139 min manatda təcil olaraq satılır. Bax, belə bir gözəl bir yataq otağı da burada var. Otaqların ümumiyyətlə, bax, gördüyünüz pəncərəsi birbaşa yola baxır, hörmətli kanal izləyicilərimiz. Evimiz qismən əşya satılır. Burada da belə bir gözəl bir yataq otağımız da burada mövcuddur. Ümumiyyətlə 5 otaq, mətbəx daxil olmalı.